Bugün replay sistemindən istifadə edərək takım arkadaşlarımızın oyununu analiz edəcəyik. Zahid Deadlock oynayır. Zahidə 100 dəfə demişik ki, Sentinel oynama Zahid. Amma yenə də oynayır. Nəysə, Zahid kör olur. Yəqin ki, Vice Flash idi bu. Deyirik ki, ola bilər. Sonra Zahid Elbow'da adam olduğunun fərqinə varır və vurur. Halal olsun. Eyni səhnəni bir də Fərdin gözündən izləyək deyirik. Çünki yəni körü kim eləyib bunu tapmalıyıq, başa düşməliyik. Sonra baxırıq ki, Fərid də kör olub və ölüb. Deyir ki, hə, ola bilər əşi. Deyirəm ki, bir də mənim gözümdən izləyək burada. Midə baxıram, midi çekləyirəm. Kayo oynayıram. Kayo ən sevdiyim agentlardan biridir. Niyə də olmasın. Burada kör atıram ki, takım sayda girə bilsin, qoruya bilək. Sonra bomba falan atıram. Sonra bir də kör atıram və deyəsən burada Zahidlə Fərid kör olur. Belə şeylər ola bilər deyirik. Oyundur bu. Yəni körü səhv atmış ola bilərik deyirik. Sonra Fərid burada Vice axtarır və kör olur Fərid. Vice kör eləyir Fəridi. Belə düşünürük. Sonra Fərid deyir ki, bu Vice hardadır falan. Sonra Fəridin üstünə bir dənə də bomba gəlir. Yəqin ki, Vice atıb o bombanı. Nə baş verdiyini başa düşmək üçün bir də mənim gözümdən baxaq deyirik. Burada Fərid ulti atırsaydı, mən də Sage'i vururam. Sonra Fəridə təşəkkür şeyi üçün də ora bir dənə kör atıram ki, Fərid al, çox sağ ol. Ultindən kir aldım. Sonra görürəm ki, Fərid nəsə midə qaçır. Bunun üstündə bir dənə bombası. Bomba atıram ki, al bu da ikinci təşəkkürün. Biz beləyik, biz duyğularımızı bəlli eləyərik. Ay, nə ararsan lan?